Salam əziz namizədlər. Bu gün sizə Konstitusiyanın 130-cu maddəsinin 7-ci hissəsinə uyğun olaraq, 7-ci bəndinə uyğun olaraq qısa bir hissəcə izahı verəcəm. Son dövlət qulluğu imtahanına da düşmüş bir sualdır. Təbii ki, sadə bir izahla gedəcək üzərindən. Bəzilərimizin çətinlik çəkdiyi bir hissə olduğuna görə qısa bir izah olacaq. Deməli, nədir bunlar? Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Respublikasının məcburi qüvvəyə malik olan aktlardır. Öncədən hər birini qeyd eləmişəm ki, və Naxçıvanın müəyyən 130-cu maddədə verilən aktları. Deməli, ilk cümlənin izahı bizə sadə olaraq qeyd edir ki, Naxçıvanın Konstitusiyası, qanunları, Ali Məclisin qərarları və Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmalıdır. Konstitusiyaya nəyin uyğun olduğunu Naxçıvanda tapdıqsa, artıq bunu silə bilərik. Konstitusiyanın işimiz bitdisə, buradan da Konstitusiyanı eyni şəkildə siləcək. Necə ki, 130-cu maddənin əvvəlində Konstitusiya ilə bərabər Milli Məclisin qərarları, sərəncamları, Prezidentin, Nazirlər Komitəsinin sərəncamını sildiksə, eyni şəkildə bağlılıqla Ali Məclisin qərarlarını da Naxçıvan Konstitusiyası ilə bərabər silirlər. Bizim Konstitusiya bitdisə, Konstitusiyanı Ali Məclisin qərarlarını silməli olur. Və daha sonra deyirəm ki, Nazirlər Kabinetinin qərarları və qanunlar Naxçıvan Muxtar Respublikasında uyğun olmalıdır, zidd olmamalıdır. Azərbaycan Respublikasının qanunlarına, qanunlara nəyin zidd olmadığını tapdımsa, onu da silmiş oluram, bu uyğunluq da bitirdik artıq. Daha sonra keçirik. Eyni şəkildə Naxçıvandan da qanunları silirəm. Və yerdə qalan tək Nazirlər Kabinetinin qərarları Naxçıvanda, Naxçıvanın Nazirlər Kabinetinin qərarları isə belə qənaətə gələ bilərik ki, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq qəbul edilməlidir. Və Konstitusiya Məhkəməsi isə bu uyğunluğu yoxlayır.